Rafael Ağayev, görkəmli bizim idmançılardan biri. Evet. Sizin de təbii ki, yaxşı tanıdığınız, bələd olduğunuz. Bu qondarma bir problemdir, yəni yoxsa haqsız idi? Rafael dünyada tanınmış idmançıdır. Bunu birinci diqqətinizə çatdırmaq istəyirəm. İkincisi də ki, Rafael kimi bir insanın bir gün kənarda qalmağı nə qədər düz, nə qədər səhvdir. Və bunu demək olar gedən proseslər göstərəcək. Minlərdən biri də o Rafaeldir. Minlərdən biri də qeyri-Rafaellərdir. Yəni bu tərzdə yanaşma olmalıdır, mən belə düşünürəm. Və elə olunmalıdır ki, təcrübə mütləq şəkildə yeni yetmənin, gəncin, demək olar ki, yeni təşəbbüs irəli sürə bilən hansısa bir deyək məmurun və yaxud federasiya rəhbərliyinin mütləq şəkildə yanında olmalıdır. Çalışmalıyıq ki, doğrudan da bizim tanınmış insanlar, hətta dünyada populyar olan insanlar bu günlərim dövlətimizin, idmanımızın yanında olsun və biz onlara mövcud şəraitin yaradılmasını təmin etməliyik.